Bəli, hazırda biz Siyəzən rayonunun Göyçə kəndindəyik. Məlumat üçün bildirim ki, bu ilin aprel ayında şimal rayonlarına güclü leysan xarakterli yağış yağdı və bundan sonra leysan xarakterli yağışdan sonra çaylarda sulluq artdı və sel müəyyən ərazilərə ziyan vurdu. Həmin ərazilərdən biri də elə məhz hazırda olduğumuz Siyəzən rayonunun Göyçə kəndidir. Belə ki, bu kənddə ümumilikdə hazırda operatorum Elçin Qurbanov göstərəcək 73 ev mövcuddur və həmin leysan xarakterli yağışdan sonra yaranan sel suları bu kənddə demək olar ki 73 evin hər birinə müəyyən qədər ziyan vurub. Evlərin bir çoxunda iri çatlar əmələ gəlib. Eyni zamanda sel suları nəticəsində evlərə lilli su daxil olub ki, bu da məişət avadanlıqlarını, digər avadanlıqların sıradan çıxmasına səbəb olub və demək olar ki, bu kənddə yaşayan hər bir sakinə ciddi şəkildə ziyan dəyib və həmin hadisədən sonra sakinlərin bildirdiyinə görə müəyyən müvafiq dövlət qurumları, icra hakimiyyəti, fövqəladə hallar və digər dövlət qurumlarının birgə belə deyək, komissiyası evlərə baxış keçirib. Lakin sakinlərin ən ciddi problemi ondan ibarətdir ki, geridə qalan 6 ay ərzində sadəcə bura baxış keçirilib və ondan sonra heç bir addım atılmayıb və nəticədə vətəndaşların bir çoxu məcbur qalaraq kirayə evlərdə yaşayırlar. Düzdür, Fövqəladə Hallar Nazirliyi tərəfindən bir neçə ailəyə yaşamaq üçün çadırlar verilib, amma həmin çadır şəraitində yaşamaq da əlbəttə ki, sakinlər üçün çox çətindir. Bu səbəbdən də onlar tezliklə bərpa işlərinin və yaxud da hansısa evin yenidən tikilməsi işlərinin başlamasını səbirsizliklə gözləyirlər. Sakinlərin dediyinə görə bu cür vəziyyətdə yaşamaq əlbəttə ki, çox çətindir. İndi seldən sonra evlərin və yardımçı tikililərin dağılmasını göstəririk sizə və doğrudan da bu kənddə sel nəticəsində, təbii fəlakət nəticəsində böyük ziyan dəyib. Onu da bildirək ki, yaxın günlərdə hansı işlər görüləcək və sakinlərə nə kimi belə deyək, köməklik göstəriləcək, bu barədə suallarımızı kənd icra nümayəndəsi Rahib Məmmədov cavablandırdı. O da bildirdi ki, hadisədən sonra evlərə baxış keçirilib, akt tərtib olunub və həmin akt Fövqəladə Hallar Nazirliyinə göndərilib və hazırda həmin qurumdan, yəni nazirlikdən cavab gözlənilir və bundan sonra müvafiq addımların atılacağı, tədbirlərin görüləcəyi gözlənilir. Bizdən hələlik bu qədər. Buyurun, söz yenidən sizdədir.